Salam əziz izləyicilər. Çox vaxt pasientlərimiz bizə belə bir sual verirlər. Doktor, mamoqrafiya müayinəsi etdirək, yoxsa tomosintez etdirək? Ümumiyyətlə, əziz xanımlar, mamoqrafiya və tomosintez rentgen müayinəsi, rentgen şüaları ilə icra olunan bir müayinələrdir. Mamografiyada iki proyeksiyada mamoqrafiya şəkli çəkilir, ön və yan proyeksiyada. Tomosintezdə isə bir neçə qatlarla çəkilib, sanki 3D formatda görsənir. Süd vəzi toxuması, törəmə. Bunların hər ikisini radioloqlar, yəni rentgen mütəxəssisləri icra edirlər və çox vaxt pasientlərə bu iki müayinənin ikisi də icra olunur. Tomosintez əsasən fibroglandulyar toxuması üstünlük təşkil edən pasientlərdə çox vaxt icra olunur. Məsələn, daha cavan 40 üstü və yaxud da 35 yaş üstü pasientlərə icra olunur. Mamoqrafiya isə daha çox pi involyusiyası olan, yəni daha yaşlı xəstələrdə daha gözəl görüntülər verir. Məsələn, mikrokalsinatları çox mükəmməl şəkildə mamoqrafiya görür və bizə gözəl bir görüntü təqdim edir. Mikrokalsinatlar topa şəklindədirmi, yayılmışdırmı, xaotik yerləşibdirmi, bir nahiyədədirmi, yoxsa süd vəzinin bir neçə nahiyəsini əhatə edib. Bunların hamısını bizə mamoqrafiya verir. Mamoqrafiya və tomosintez hər ikisi süd vəzi müayinəsinin qızıl standartıdır. Əlbəttə ki, yaşı çatan pasientlərə.